Hər kəsə salam. Temudan 0 manata qazandığım bu məhsulu sizə təqdim etmək istəyirəm. Bu simsiz yaxa mikrofonu H12 modeldir. Vlog, qısa video, TikTok Reels videoları, müsahibə canlı yayım üçün nəzərdə tutulub. Əsas xüsusiyyətləri 2.4 simsiz rabitə tezliyi dəstəyi var. Uzaq məsafədən işlətmə, ağıllı səs-küy azaldılması, reverb dəstəyi, Type-C şarj girişi. Uzun batareya ömrü, uzun çəkilişlər üçün ideal seçimdir. Əsas üstünlüklərindən biri də odur ki, heç bir proqram tələb etmir, birbaşa telefona qoşursunuz və yandırırsınız və işlədirsiniz. Bu qədər sadə. Və indi bu məhsulun səs keyfiyyətini sizinlə bir yerdə test edəcəm və sizə göstərəcəm ki, yəni otaq rejimində və yaxud açıq havada bu məhsul necə işləyir və səs keyfiyyəti necədir. Buyurun izləyin. Gördüyünüz kimi hal-hazırda mikrofon aktivdir və mən mikrofonu test edirəm və sizə bu mikrofonun 3 özəlliyindən bəhs etmək istəyirəm. Deməli, birinci rejim səs-küy kəsmə özəlliyidir. Bunu çöldə test eləsək daha yaxşı olar, amma burada göstərəcəm sizə. Yəni aktiv eləyib və üst düyməni basanda bu rejim aktiv olur və bir dəfə basanda artıq sönür. Sonra ən aşağıdakı düyməni basanda ikinci rejim, yəni echo rejimi aktiv olacaq. Və gördüyünüz kimi səsim dalğalı gəlir, yəni echolu gəlir və bir dəfə də basanda deaktiv olur. Və üçüncü rejim səssiz rejimidir. Gördüyünüz kimi səsim qeyd olunmurdu. Yəni on-off düyməsini bir dəfə basdıqda səssiz rejimi alır. Bu üç özəllik çox gözəl özəlliklərdir. Bir çox mikrofonlarda var. Səs-küy kəsmə özəlliyini daha çox çöldə istifadə edə bilərsiniz. Yəni səs-küy olan bir ortamda istifadə edə bilərsiniz. Bunu indi çöldə test eləyəsək daha yaxşı olar. Mən də sizin üçün çölə çıxacağam və çöldə bunu test eləyərik bir yerdə. Həm də səsi necə götürür, çöldə necə qeyd edir səsi, onu görərsiniz inşallah. Və gördüyünüz kimi səsimi hal-hazırda bu mikrofonla dinləyirsiniz və həyətdə laqonla işləyir və mən səs-küy kəsmə özəlliyini aktiv edəcəm. Və səs-küy kəsmə özəlliyini aktiv etdim. Bilmirəm səsim nə dərəcədə gəlir. Mənə də çox maraqlıdır. Çünki mən də sizlə bir yerdə test edirəm. Və hava da küləklidir. Ətrafda səslər var. Görək səsi necə qeyd edib. Mənə də çox maraqlıdır. Mən də baxacam. Sizlə bir yerdə dəyərləndirərik. Bura qədər izlədinizsə video bəyənməyi, səhifəni takip etməyi unutmayın. Sağ olun, salamat qalın. Yeni videolarda görüşmək ümidilə.